Bugün 16 noyabrda biz 3-cü gün paylaşdığımız, yəni 12 noyabrda paylaşdığımız yarım bölmə sınaq var idi ki, Azərbaycan tarixində hardasa 8-ci əsrə qədər hadisələri, yəni qismən ərəblər daxil olmaqla, ümumi tarixdən də hardasa 12-ci əsrə qədər hadisələri əhatə edən bir sınaq paylaşdıq. Normalda videoya reklamda qısaca elan deyim ki, yanvar ayında yeni qruplar başlayacaq. Rus bölməsi üzrə qruplar davam edir. Azərbaycan bölməsində var davam edir. Yanvarda da kurikulum və tarixdən yeni sınaq qrupları açılacaq. Aylıq da 25 olacaq. Plus hətta orada Rus sektorunda kommersiya məqsədi daşıdığını ittiham edirlər. Belə bir kinayə ilə yanaşırlar. Yəni biz Azərbaycan sektorundan aşağı qiymət qoymuşuq. Başlayanda 30 manat demişdik. Rus sektorunda biz 25-ə, sonra da 20-yə salacağıq. Azərbaycan sektorunda olmayan güzəşt olunur sizə. Hələ baxmayaraq ki, Azərbaycan sektorundan 2 qat əziyyət tələb olunur. Yəni biraz ürəyim dolu idi indi keçək testimizə. Rus sektoru ilə bağlı yəni pozitiv düşüncələrim yoxdur. Birinci sualda deyir ki, İbtidai metal işləmənin yarandığı dövrə aid olanları seçin. İbtidai metal işləməmiz bizim nə vaxt yaranıbdır? Qarşısına yazırıq eneolit. Qarşısına yazdıq eneolit. Bir də deyir ki, əsas məşğuliyyət ovçuluq, yığıcılıq və balıqçılıq olması. Əsas məşğuliyyətin ovçuluq, yığıcılıq və balıqçılıq olması bu dövrə aid edilə bilməz. Çünki artıq neolit dövründə bu sahələr yaranmışdı. Eneolit dövründə də artıq bu ovçuluqdur, yığıcılıqdır, balıqçılıqdır. Bunlar artıq təmiz demək olar ki, ikinci plana keçmişdilər. Eneolit dövründə artıq əkinçilik, maldarlıq birinci planda idi. Sonra nə deyir? 2. Yeni qab növləri istehsal olunurdu və onların davamlılığını artırmaq və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdumu? Biri çıxardaq, 2-yə baxaq. Bəli, burada eneolit dövründə ümumiyyətlə çox yenilik gəlibdir təzə kitabda. Bu yeniliklərdən biri də budur. Duluzçuluqla bağlı çox yeniləmə var. Yeniliklərdən biri də bax budur. Yeni qablar gəlibdir həmin dövrə, bir də yeni texniki üsullar gəlibdir. Ona görə 2 nömrəni götürəcəyik. Sonra 3-də deyir ki, bu dövrə aid abidələrdən daş toxalar, balta, çəkic və lövhələrdən ibarət əmək alətləri tapılmışdır. Bu eneolitə aid verilmiş cümlə deyil. Bu neolitin içində keçən cümlədir, diqqət eləmisinizsə. Bu lövhədir, baltadır, çəkicdir, daş toxadır. Bunlar hamısı neolitin içində yazılır ki, tapılıb. Eneolitdə belə tapıntılar haqqında yəni qeydlər yoxdur. Ona görə 3 nömrəni götürmürük. 4. Yaşayış məskənləri bir qayda olaraq çay kənarı və kiçik bulaqlara yaxın sahələrdə seçilirdi. Yəni məkan olaraq da. Bəli, həmin ərazilər seçilirdimi? Bəli, həmin ərazilər seçilirdi. 4-ü götürəcəyik. Soyuq döymə üsulundan istifadə edilməsi. Hər iki döymə üsulunu bu dövrdə istifadə edirlər. Soyuq döyməni də, o biri isti döyməni də. Ona görə 5-i də götürəcəyik. İndi eneolitə aid olanlar da 2, 4, 5 olacaq. Yəni bu cavablar yanlışdır. İbtidai icmada dəyişdiyinə görə çalışın diqqətli olun. Uyğur xaqanlığı, Moyonçur və Böcü xaqan. Böcü xaqan daha məşhurdur. Birinci buranı demək istəyirəm. Qırğızların üsyanı zamanı həlak olarmı? Qırğız üsyanı Uyğur dövlətində 842-ci ildə verilir. Hansı ki, həmin hadisə ilə Uyğur dövləti süqut edəcək. Və Böcü xaqan son hökmdarlardan deyil. Ümumiyyətlə o hissədə hansı hökmdar olduğu yazılmır. Ona görə A olan variantlar ilk öncə çıxmalıdır, 2-yə A olanlar. Çinə hücum edib Tibetliləri məğlub etdi. Bəli, Mete ilə olan ən böyük oxşarlığıdır bu adamın. Hər zaman biz bunu dərslərdə deyirik, siz də deyirsiniz. Çinin bütün ticarət əlaqələrinə nəzarət Uyğurların əlinə keçdi. Var. Bu da yenə Mete ilə oxşar cəhətlərindən biridir. BC götürüləcək. A-nı çıxardaq. Bunu da çıxardaq. Qaydaq bu tərəfə. Devrilmiş Çin imperatorunun hakimiyyətini bərpa edibmi? Bəli, bərpa edir və bunun sayəsində özünün nüfuz dairəsinə yəni sala bilir oranı, asılılığa sala bilir. Ona görə A götürüləcək. Dövlətin əsasını qoyubdurmu? Xeyr. Dövlətin əsasını Moyonçur qoymur. Orada Gül xaqan var. O qoyacaq onun əsasını. Tonyukuk baş vəzir təyin edildi. Tonyukuk bu dövlətdə deyil. Göytürk dövlətinə aid bir hökmdar vəzirlərdən biridir. Deməli olmalıdır 1-ə A, 2-yə BC. Keçək 3-cü suala. Xəritədə fərqləndirilmiş bölgə haqqında yanlış fikri seçin. Xəritədə fərqləndirilmiş bölgəmiz şeydir, Suriyadır. Müasir xəritə üzərində vermişik. Suriya. Və yanlış istəyir. Dövrdə yoxdur. Heç şahlığı həmin bölgənin şimalını mübarizə nəticəsində əldə edibmi? Bəli. Kadeş sülhünə görə şimal hissə onlarda qalır. Cənub hissə isə Misrə verilirdi. Eradan əvvəl 4-cü əsrin birinci yarısında Əhəməni dövlətinin tərkibində olmuşdurmu? Bəli, Suriya Əhəmənilər dövlətinin tərkibində idi. İskəndərin yürüşlərindən sonra orada qeyd olunur ki, Qranikis, Qavqamela döyüşləri var ki, həmin hissədə qeyd olunur ki, bu döyüşlərdən sonra həmin bölgələr Əhəmənilərdən İskəndərə keçir, daha sonra isə Əhəmənilər dövlətinin hamısı keçəcək İskəndərə. Yəni bu da həmin hissədə var.
Roma imperiyası tərəfindən məğlub edilmiş və ərazisinin bir hissəsini itirmişdi. Roma imperiyası eradan əvvəl 27-395-ci illərdə mövcud olubdu. Həmin imperiya bu bölgəni tutmayıbdı ya da ona qarşı mübarizə aparmayıbdı. Çünki həmin bölgə zaten buradaydı. Yəni Romaya məxsus idi. Fikir verirsiniz, Trayanın yürüşlərində o həmin bölgəyə yürüş eləmir. Oradan keçir digər ərazilərə, Ərəbistan, orada qeyd olunurdu Parfiya, Kilikiya, Mesopotamiya, yəni bu tipli sözlər var ha. Bax, həmin bu bölgədən keçib gedibdi. Zaten Romadaydı. Ona görə C-ni götürürük. Mübarizəsini konkret olaraq isə Roma Respublikasında götürmək olardı. Roma Respublikasında harda yazılırdı o? Xəritə olaraq görmək olur. Başqa mübarizə aparmasını şeydə qeyd eləmək olur. Eradan əvvəl 190-da Selevki padşahlığı olaraq mübarizəsi var. Yəni konkret belənçinə yerlərdə görmək olur. Azərbaycan tarixində Kara döyüşünün olduğu yer var, orada qeyd olunur ki, Roma qoşunları bu ərazidə möhkəmləndi və s. Sonra Qranik və İs döyüşlərindən sonra Makedoniyalı İskəndər tərəfindən işğal olunmuşdur. Bu düzdür. Eradan əvvəl 4-cü əsrin ikinci yarısında İskəndərin imperiyasının parçalanması nəticəsində padşahlıq yaranmışdırmı? Yaranır. Həmin o Suriya, Misir, daha sonra Atropaten, Albaniya dövlətlərdən meydana çıxacaq. Bax, həmin dövlətlər söhbət gedir ki, İskəndər imperiyası parçalanandan sonra yaranmışdı. 4. Midiya dövlətindən fərqli olaraq Asiya Hun dövləti qədim Çin. Orduda süvarilər ilə bağlı islahat keçirilməsi bu ortaq cəhətdir. Çünki süvarilərlə bağlı islahat Hun dövlətində də var. Ölkənin imperiyaya çevrilməsi. Hər ikisi imperiyaya çevrilibdir. İpək yoluna nəzarət etmişdir. Midiya dövlətindən fərqli olaraq bu Asiya Hun dövlətinə aid olur. Çünki Midiya dövləti zaman olaraq İpək yolunu görə bilməz. Deməli, A və B olanları çıxmalıyıq, C-ni saxlamalıyıq. Qədim Çin. Vergi borcunu ödəyə bilməyən kəndlilər qula çevrilirdilər. Bəli, bu Çinə aid bir xüsusiyyətdir. Ölkə ərazisində dini təlim yayılması. Çində təlimlər var. Konfutsilik, misal üçün var. Midiyada da təlimlər var idi. Orada Zərdüşt dini ya da təlimi deyə bilərik, yayılmışdı. B-yə oxşar cəhət olduğuna görə çıxardırıq. Hakimiyyətə qarşı üsyan baş vermişdir. Qədim Çində hakimiyyətə qarşı məsələn qırmızı qaşlar, sarı sarıqlılar var. Mediada da orada Kirin üsyanını nümunə çəkmək olar. Ona görə C-də oxşar gedir. Sadəcə 1-ə C, 2-yə A olacaq. 3. Daha sonra baş vermişdir. Qırmızı qaşlar üsyanı 1-ci əsr. Böyük Hun dövlətinin əsasının qoyulması eradan əvvəl 220. Paşa Aşokanın hakimiyyətə gəlməsi eradan əvvəl 3-cü əsrin ikinci yarısı yazaq. Bizdən nə istəyir? Ən sonda olanı. Makedoniyalı İskəndərin Hindistana yürüş etməsi eradan əvvəl 327. Misirdə İskəndərin hakimiyyətinin başa çatması 330-da hardaysa, 332-dən onun nəzarətinə düşmüşdü. İskəndərin ölümündən sonra deyək də, eradan əvvəl 323-ə kimi yazaq. İskəndərin ölümünə kimi qoy nəzarətində qalsın. Deməli, ən sonda baş verən hadisədə A variantı olacaq. 6. Yunan-Əhəməni müharibəsi və Pun müharibəsi aralığına uyğun gəlməyən hadisə. Yunan-Əhəməni müharibəsi eramızdan əvvəl 500-dən 449-a qədər olan dövrü əhatə eləyir. Bu da eramızdan əvvəldir. Pun müharibəsi eradan əvvəl 264-146-cı illəri əhatə eləyir. İndi deyir ki, həmin dövrdə olmayan hadisəni seç. Sparta-Afina müharibəsinin baş verməsi eramızdan əvvəl 404-dür. Bu, həmin dövrə düşür. Ona görə bunu götürə bilmərik. Spartak üsyanı eradan əvvəl 74, haradaysa 71 aralığıdır. Bu, həmin dövrə düşmür. Pun müharibəsindən sonra düşdüyünə görə bunu götürürük. Albaniya dövlətinin meydana gəlməsi eradan əvvəl 4-cü əsrin ikinci yarısıdır. 4-cü əsrin ikinci yarısı olduğuna görə bu həmin araya düşür. Roma-Parfiya mübarizəsinin başlaması, təqribən bunların mübarizəsi eradan əvvəl 2-ci əsrdən daha da qızışır da. Bu istənilən halda həmin araya düşə bilmir. 3-cü Daranın hakimiyyətinin bitməsi, bu da eradan əvvəl 330-da öz adamı tərəfindən öldürülübdür, Bes tərəfindən. Ona görə də bu həmin aralığa düşür. Bunu da çıxırıq. Cavabımız olur 2-4. Bizdən düşməyənlər istəyirdi. 7. Xəritədə qeyd olunan dövlətlərin qədim dövr tarixi ilə bağlı oxşar olmayan fikri seçin. Burada qədim Çin qeyd olunubdur. Burada da Hindistan
fərqləndirilibdir. A variantı. İlk sivilizasiyaların çay hövzəsində yaranması. Çində Xuanxe yansızı çayları var idi. Burada da Hind və Qanq çayları vadisində idi. Eradan əvvəl 3-cü, 2-ci minilliklərdə erkən sivilizasiyalar meydana gəlmişdi. Hər ikisində meydana gəlibdi. Özlərinə məxsus yazılarının olması hər ikisində var. Eradan əvvəl 1-ci minillikdən etibarən dəmir emal etməyə başlamaları. Bu Çin üçün doğru ola bilər 6-cı əsrdən. Lakin Hindistan üçün bu cavab doğru hesab olunmur. Çünki orada artıq 11-ci əsrdən, eramızdan əvvəl 11-ci əsrdən qeyd olunurdu ki, bunlar dəmir emal etməyi bacarırlar. Bu da 1-ci minillik yox, 2-ci minillik olur. Bu oxşar olmayandır. Ölkə ərazisində dini fəlsəfi təlimlər yayılmışdımı? Burada Konfutsi, orada da Budda təlimi var idi. Ona görə oxşardı. 8. Qədim Albaniya dövləti haqqında doğru olan sıranı seç. Qədim Albaniya deyəndə bu arada 3-cü əsrə qədər olan Albaniyadan söhbət gedir. Növbəti dövrlərdəki Albaniya artıq feodal Albaniyası adlanır. Hökmdarın ordu başçısı olması, bu düzdür. Sıraları birinci müəyyən edək. Pompeyin ölkə üzərində yürüş etməsi düzdür. Qul əməyindən təsərrüfatda geniş istifadə olunurdu, səhvdir. Ölkənin Romalıların hərbi yürüşünə məruz qalması düzdür. Ticarətdə puldan istifadə edilməsi düzdür. Əsas istehsalçı təbəqə azad insanlar idi, düzdür. Ölkənin 3-cü Antioxun hərbi yürüşünə məruz qalması Atropatena tarixinə aiddir. Ölkənin alanların basqınlarına məruz qalması, bəli, 72-74-dən başlayaraq Sasanilərə qarşı azadlıq mübarizəsinin uğursuz olması, bu Vaçenin, 2-ci Vaçenin dövründə olduğuna görə feodal Albaniyasına aiddir, bunu çıxırıq. Qədim türk tayfalarının ölkə ərazisində yaşaması, bu həm qədim dövründə var, həm feodal Albaniyasında var, yəni ki, Azərbaycanın şimal torpaqlarında yaranmışdı, bəli, düzdür. Əhəmənilər dövlətinin vaxtında albanlar yazı ilə tanış idilər. Bəli, bu köhnə kitabda qeyd olunurdu. İndi biraz dəyişikliyə məruz qalıbdır. Seleviklərin işğalçı yürüşlərinə məruz qalması yenə burada da eynidir. 3-cü Antiox Selevki hökmdarı idi. Bu da səhvdir, Atropatenaya aiddir. Sənətkarlığın yüksək inkişafı düzdür. Quldarlıq münasibətlərinin mövcud olması düzdür. Deməli, fikir verin, çıx olan sıraları ataq. 1 ilə 5-də çıxımız olmadı. Ona görə cavab D variantı olmalıdır bu sualda. Davam edək. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Albaniyada milli azadlıq hərəkatının yatırılması, uzunmüddətli mərzbanlıq dövrünün başlaması. 457-463 aralığında orada üsyan olur. Ondan sonra da qısa müddətli mərzbanlıq başlayır, uzun yox. Ona görə bir səhvdir. Bizdən də doğrunu istəyir. Birləri çıxardaq. Sasanilər və üsyançılar arasında 485-ci ildə sülh müqaviləsi bağlanması Albaniyada xristianların təqibi dayandırıldı. Bəli, dayandırılır. Daha sonra da Albaniyanın daxili müstəqilliyi 487-ci ildən bərpa olunacaq. Yəni orada bir müqavilə var. Bu da təzə kitabdadır. 2. Qavqamela döyüşünün baş verməsi Makedoniya imperiyasının parçalanması yox, Əhəməni imperiyası parçalanmalı idi. Şimal tayfalarının hücumları 2-ci Vaçenin paytaxt təşkil etməsi bu doğrudur. Magneziya döyüşünün baş verməsi Atropatena dövlətinin asılı hala düşməsi yox, asılılıqdan çıxması olmalı idi burada. Ona görə 5 də səhvdir. Düzgün cavabımız 2-4. Digər variantlar yanlışdır. 10. Xalqların böyük köçü dövrünə uyğun gəlməyən hadisə, bu 4-cü, 7-ci əsrləri əhatə etdiyini nəzərə alsaq, Frank dövlətinin yaranması 500-dür, düşür ora. Roma imperiyasının parçalanması 395-dir, düşür ora. Katalon döyüşü 451-dir, düşür həmin aralığa. Ərəb xilafətinin meydana gəlməsi, Ərəb dövləti 630, sonradan xilafətə çevriləcək, bu da həmin dövrə düşür. Uyğurların Talas vadisinə sahib olması 751-ci ildir. Bu həmin dövrə düşmür. Talas döyüşündən sonra sahib olublar. Ona görə burada Y variantı olacaq. Ocaq qurmağın ilk təcrübəsi hesab olunur. Ocağın böyürlərinin daşla hörülməsi. Bəli, bu Azıq mağarasında qeyd olunmuş bir cümlədir ki, ocaq qurmağın ilk təcrübəsi bu hesab olunur. Ocaq və od anlayışları da fərqlidir. Təbii oddan istifadə edilməsi xeyir, süni odun kəşf edilməsi xeyir. Ümumiyyətlə, təbii od, süni od ifadələri kitabda qalmayıblar. Çaxmaq daşından istifadə edilməsi xeyir, ocaqların qadınlara həvalə olunması xeyir. Xəritədə işarələnmiş dövlətin xarici siyasətinin sxemə müvafiq olaraq müəyyən edin deyir. Bu dövlətdə yaşıl rəngdə olan Macarıstan tərəfə də işarə qoyulubdur. Böyük Qərbi Hun dövlətidir. Gördüyünüz kimi çox böyük bir ərazini əhatə edir. İndi deyir ki, bu Qərbi Hun dövlətinin, Qərbi Hun deməyək, lap çaşqınlıq yaratmasın, Avropa Hun dövlətinin xarici siyasəti ilə bağlı uyğunluğu müəyyən edin. 4-cü əsr, bir də 5-ci əsr. Cənubi Qafqaza ən böyük yürüşləri zamanı Xəzərlər də onlarla birlikdə gəlmişdir. Cənubi Qafqaza bunların ən böyük yürüşü 395
396-dakı yürüşü deyir. İndi deyəcəksiniz ki, harda yazılıbdı bu yürüş? Ümumi tarixdə Balamirin altında Cənubi Qafqaza gəldikləri haqqında orada qeyd var. Cənubi Qafqaza gəldikləri haqqında və Azərbaycan tarixində də 395-96-da gəldikləri ilə bağlı qeyd var. Yəni bu Balamirdən söhbət gedir. Balamirlə Xəzərlər bir yerdə gəliblər. Bu onun xarici siyasətinə aiddirmi? Bəli, harasa gedirsə bu xarici siyasətdir. Dövlətin yaradılmasında Xəzərlər, Barsellər və Sabir bu ümumiyyətlə Xəzər xaqanlığı ilə bağlı bir prosesdir və xarici siyasətdə deyil heç. İlk dəfə Hunların Cənubi Qafqaza yürüşləri başlamışdır. Bu da 198-ci ildə Tanrı xanla bağlı orada ifadə var ki, o gəlmişdi. Həmin vaxtda da Qərbi Hun dövləti yox idi. Yəni Tanrı xanın bu məsələyə aidiyyatı yoxdur. B, C, B olanları çıxdıq. 5-ci əsrdə Roma ordusu ilə aparılan döyüşdə uğur qazana bilməmişdi. 451-də uğur qazana bilməyib. Bu həm də xarici siyasətdir. Bir müddət iki hökmdar olmuşdu. Bəli, 445-ə qədər iki hökmdarları olubdu. Lakin bu daxili məsələdir. Hökmdar Qot tayfalarının üsyanı nəticəsində həlak olubmu? Olub. Attilanın böyük oğlu orada olmuşdu, həlak. Lakin bu üsyan olması da daxili siyasətdir. Ona görə yalnız B. 13. Verilənlərdən neçəsi Misir Əhəməni mübarizəsinə aiddir? Mərkəzi hakimiyyət zəifləməyə başladı. Deməli, bunu belə ümumiləşdirək də. Misir Əhəməni mübarizəsi ayrıdır. Misir dövlətinin eradan və 1-ci minillikdə zəifləməsi ayrıdır. Mərkəzi hakimiyyət zəifləməyə başlaması bu eradan əvvəl 1-ci minillikdə olmuş hadisədir. Yəni, hələ Əhəmənilər gələnə qədər bu zaten zəifləmişdi. Yerli sülaləni digər yerli sülalə əvəz etdi. Bu ümumiyyətlə belə bir şey yoxdur o həmin dövr üçün. Ərazisi parçalanmağa başladı. Bu da yenə buna görə parçalanmadı. Zaten başlamışdı eradan əvvəl 1-ci minillikdə parçalanmağa. Müstəqil dövlətçiliyinə son qoyuldu mu? Bəli. Pelusiya döyüşündən sonra Əhəmənilər yerli sülalələrə son qoyurlar və Misir Əhəməni dövlətinin bir vilayətinə çevrilir. Ona görə yazılanlardan yalnız biri doğrudur, digərləri yanlışdır. 14. Mətndə buraxılmış nöqtələrin yerində verilmiş bəndlərdən hansında ifadə səhv verilmişdir? Yəni, bu verilən ifadələrdən hansı bu mətnə uyğun deyil? İndi baxaq. Hökmdarı 1-ci Rusamannaya olan təcavüzündən əl çəkmirdi. Bu Urartu hökmdarıdır. Burada heç Urartunun adı getmir. Davam eləyək. Eradan əvvəl 719-cu ildə Şuandahul və Durduqa şəhərlərində üsyanlar baş verdi. Bu ikisini çıxaq. Vəziyyətin ağırlığı Manna hökmdarını kömək istəməyə məcbur etdi. Manna hökmdarını, yəni Sarqondan, 2-ci Sarqondan kömək istəməyə məcbur etdi. Bu isə Mannanın siyasi vəziyyətini daha da ağırlaşdırdı. Mannada öz mövqeyini gücləndirmək istəyən Assuriya hökmdarı yenə 2-ci Sarqon dərhal vəziyyətdən istifadə etdi, üsyançıları məğlub etdi, ərazi və şəhərləri İranzunun hakimiyyətinə qaytardı. Deməli, İranzu ayətdə var. Gördüyünüz kimi dövr olaraq İranzu və 2-ci Sarqonun olduğu dövrdən bəhs edibdir. Burada ulusun ilə bağlı heç bir ifadə yer almayıbdır. 15. Sxemə əsasən uyğunluğu müəyyən edin. Yunanistan, Hindistan, Misir, Roma, Sparta, canlı ölülər, hilotlar, danışan əmək alətləri, yad düşmən insan ayaqlı. Canlı ölülər Misirdə idi, 1 lazımdır bizə. Hilotlar Spartadadır, 5 lazımdır. Danışan əmək alətləri Romadadır, 7 lazımdır. Yad düşmən Hindistandadır, 9 olsun. İnsan ayaqlı da Yunanistan hanı 6-dadır. Deməli 1, 5, 7, 9, 6 olmalıdır. B variantı. Digərləri yanlışdır. Bu da sadə bir sxem idi. Uyğunluğu müəyyən edin. Qədim Roma. Plebeylər əsasən orada xidmət edirdimi? Edirdi. Respublika dövründə heç bir hüquq əldə edə bilmədilər, etmişdilər. Çox hüquq əldə edirlər mübarizə nəticəsində. Vətəndaş müharibəsi nəticəsində konsul seçilmək hüququ qazandılar. Vətəndaş müharibəsinə görə yox, həmin dövrdə ümumiyyətlə vətəndaş müharibəsi yoxdur. B-C bu səbəblərdən dolayı çıxmalıdır. A qalsın. Xırda torpaq sahələri var idimi? Bu kolonlara aid bir ifadə deyil. Bu daxmalı qula yazılırdı. Kolon daha çox icarədar kəndlidir. İcarədar. Yəni arendaya götürəndə bu. A-nı ona görə çıxardıq. Sonra imperiya dövründə meydana gəlmişdilər. Bəli, həm daxmalı qullar, həm də kolon ifadələri imperiya dövründə meydana gəlir. Azad kəndlilər idimi? Bəli, azad idilər, icarədar idilər, C-ni götürərik. Digərləri adından məlum olduğu kimi daxmalı qul idi. Yəni burada cavab C olmalıdır. Atropatena eradan əvvəl 223-cü ildə Selevki dövlətinin asılı vəziyyətə düşdü. Bu hadisənin Yunan təqvimi ilə neçənci ilə təsadüf etdiyini müəyyən edin. Həmin ildə baş vermiş hadisəni seçin. Yunanlarda 223-ün hara düşdüyünü tapmaq üçün də 776-dan 223-ü çıxsaq,
deməli altdan 3, 3, 5, 5. 553-ə düşər Yunan təqvimi ilə. Həmin ildə də baş verən hadisə 2-ci Kirin Midiyaya qarşı mübarizəyə başlaması olar. Eramızdan əvvəl 553-cü il. Bax, burada başlayıbdır. Əhəmənilər dövlətinin süqutu bu eradan əvvəl 330-dur. Atropatena dövlətinin yaranması eradan əvvəl 321-dir. Hunların Qafqaza ən böyük yürüşlərinin baş verməsi eradan əvvəl 395-96, bayaq da dedik. Birinci Daranki siyasiyə yürüş etməsi eradan əvvəl 500-dən sonra başlayıb bunların arasındakı şeylər. Burada indi deyə bilərsiniz ki, Yunan təqvimi ilə alırıqsa qabağına niyə Eə qoyduq? Bir balaca münaqişə yarana bilərmi? Yəni, önəmli olan burada 553-ü tapılsızsa, zaten həmin rəqəmdə nə olduğunu, yəni həmin rəqəmə uyğun hansı hadisə olar demək istəyir. Ona görə də D variantı. Sonra davam edək. 18. Sxemə uyğun bəndləri seçin. Biraz böyük sxemdir. Albaniya dövləti verilib, eradan əvvəl 1-ci əsr verilib, bir də bizim eranın 1-ci əsri verilibdir. Antoninin Atropatenaya yürüş etməsi bu Albaniya dövlətinə aid deyil. Pompeyin Albaniyaya yürüş etməsi var 66-65-ci illər eramızdan əvvəl. Azərbaycanda şüşə istehsalına başlanması eramızın ilk əsrləridir. Bu da olmaz. Deməli, bu tərəfə buradan sadəcə B-ni götürə bilərik. Qobustanda Roma yazısı bizim eranın deməli 84 o da düşür bizim eranın 1-ci əsrinə və burada da bu E yazıldığına görə düzdür, 1-ci əsrə düşür. D variantı götürüləcək. Alanların Azərbaycana yürüyüşü 72-74 olduğuna görə bəli bu da düşür. B, D, E. Atropatenanın arşaklərin tərkibinə daxil olması bu Albaniya dövlətinə aid xarakterik xüsusiyyət deyil. F-ni çıxacağıq. F-ni çıxanda da bu D-E-nin olduğu bir dənə variant var. Bunları ixtisar edək. 19. Xəzər xaqanlığının sxemdəki dövlətlər ilə oxşar cəhətlərini müəyyən edin. Məsələn, bunu biz sınaq qrupunda, mövzu sınağında başqa cür xəritə ilə vermişdik. Xəzər xaqanlığının xəritəsi ilə müqayisə aparırdıq. Burada indi formatı dəyişib vermişəm. Belə. Uyğur xaqanlığı, Göytürk xaqanlığı, Qaraxanlı dövləti bir müddət Göytürk xaqanlığının tərkibində olması, həm Uyğurlar, həm də Xəzərlər tərkibində olsa da o vaxtı xaqanlıq olmayıblar. Ona görə A variantı çıxır. Ölkə ərazisində müxtəlif dinlər yayılmışdımı? Oxşarı istəyir. Uyğurlarda var, Xəzərlərdə də var. B mütləq götürüləcək. Sonra kağız istehsal etməyi bacarırdılar. Uyğurlar yox, bu ümumiyyətlə Çinə aid bir xüsusiyyətdir. Yəni bu ki, yazı məsələsi zat Uyğurlarda daha çox var. Yəni kağız məsələsi öyrənirlər yazmağı, sonra ərəblər bunlardan eləyəcək kağız istehsalını falan. Yəni bu daha çox mədəni hadisə Uyğurlarda var. Xəzər xaqanlığında belə söhbətlərdən bəhs olunmur. Ona görə də bu kağız istehsalını çıxardırıq. Bu E variantında atırıq. Sasani dövlətinə qarşı müharibələr aparması deməli hansı dövr üçün götürə bilərik? Həm Göytürk xaqanlığında var. Orada xüsusən Axund dövlətinin bölüşdürülməsindən sonra aralarındakı gərginliyi misal üçün götürmək olar. Plus Xəzər xaqanlığında da məsələn yürüşlər var. Xəzər xaqanlığında da Sasanilərin üzərinə yürüşlər var. Yəni özdə bir yox, bir neçə yerdə yürüşlər var. Məsələn Mehranilərin dövründə və ya elə əsas Mehranilərin dövründə götürmək olar. Çünki Mehranilərin dövründə konkret nümunə çəksək, Xəzər xaqanlığı 650-965-ci illər olduğunu nəzərə alsaq, misal üçün 664 yaxud 662-ci ildə onların gəlməklərini Sasanilər dövlətinə aid eləmək olar. Sonra Mərkəzi Asiyada yaranmaları, deməli Xəzər xaqanlığı Mərkəzi Asiyada yaranmayıbdır, amma Göytürklər yaranıbdır. Axund dövlətinə qarşı mübarizə aparmaları, Göytürklər mübarizə aparıb Xəzərlərə aid deyil. Qaraxanlı dövləti Aşina soyuna mənsub olmaları oxşardır. Ərəb orduları ilə uzun sürən müharibələrin aparması bu Xəzər xaqanlığına aiddir. Dövlətin 3 paytaxtının olması oxşardır. Qaraxanlıda da 3 dənədir. Çaşqar, Balasaqun, Uzgen şəhərləri, Xəzərlərdə də İdil, Sarkel, Bələncər şəhərlərinin adını çəkirdilər. 3 dənə paytaxtı var hər ikisində. C ona görə oxşar xüsusiyyətlər düz gələcək C variantında. Sonra 20 xronoloji ardıcılığı müəyyən edin. Qırmızı qaşlar üsyanı, Kürşad üsyanı, bu 1-ci əsr 639, Atabəylər dövləti mövcud olması 1136-1225, Xürrəmlər hərəkatı 778 837 olduğuna görə hara düşər? 4-ə düşər, 4-ə B.
Məzdəkilər 481 529 olduğuna görə 2-yə B düşər. Monqolların Orta Asiyaya yürüşü başlamışdır 1219 1221 hara düşər? Atabəylər dövlətinin mövcudluğundan sonraya yazıla bilər. C variantı. Başqa, ərəblərin Şərqi Avropada irəliləməsinin qarşısı Karl Martel tərəfindən qəti olaraq alınmışdır. Bu Şərqi Avropa ümumiyyətlə heç birinə yazılmamalıdır. D variantları təmiz ixtisara getməlidir. Cavab zaten bir dənə qalacaqdı. Jaklar üsyanı 1358-dir. Bu konkret olaraq sona düşür. C, Y. Deməli 2-yə B olmalıdır. 4-ə səhv yazmışıq. 4-ə A olmalıdır. 6-ya da C ilə Y olmalıdır və Y variantı qalmalıdır. Burada bir balaca çaşqınlıq yarada bilərdi. Nə? Atabəylər dövlətinin mövcud olmasından əvvələ qoya bilərdilərmi bu şeyi? Bax, fikir verirsiniz, düz dövrünə düşür də. 1921 də, bu da 1225-də süqut edibdir. Yəni bu tam ondan əvvələ gedə bilməz. Çünki mövcudluğundan əvvələ keçə bilməz. Bu onun mövcudluğunun sonlarına yaxın baş veribdir. Yəni ondan sonra olmağı daha məntiqlidir. Zaten testdə elə qoyulub ki, o çaşqınlıq orada yaranmasın. İndi daha məntiqli vermək olardımı, süqutu vermək olardımı? Olardı, çaşqınlığı aradan qaldırmaq üçün ya süqutu, ya yaranması deyib daha da dəqiqləşdirmək olardı. 21. Mis daş dövrünü əvəz edən dövrdə insanların həyatında yeni hadisələr baş verdi. Maldar və əkinçi tayfalar bir-birindən ayrıldı. Daha çox qayğı tələb etdiyi üçün insanların bir qismi yalnız maldarlıqla məşğul olmağa başladı. Verilmiş prosesin nəticəsi kimi götürmək olmaz. Bunu bir çox müəllim diqqət eləməyibdir. Əkinçi və maldarlığın əsasının qoyulmasını. Bəli, bunu götürmək olmaz. Çünki qoyulubdur. Bu artıq dövrünü əvəz edən deyir. Erkən Tuncsdakı nailiyyətlərdən danışır. Ona görə də orada var, məsələn, birinci ictimai əmək bölgüsünün baş verməsi, mübadilənin genişlənməsi, əmlak və sosial bərabərsizliyin artması, köçmə yaylaq maldarlığının yaranması. Yəni bunlar nəticələrdir. Amma C zaten olmuşdu. Sonra 22. Uyğunluğu müəyyən edin. Kutilər Lullubilər tayfa olaraq deyir də 2-ci minillikdə. Aşurun təsiri altına düşüblərmi? Düşüb. Bu tərəfdən də baxaq. Asurlarla mübarizə aparıbmı? Aparıb. Cavab zaten bu olacaqdı. Mən birbaşa deməli mən birbaşa şey deyim, müəllimin orada bir etirazı var ki, deyir, burada məni çaşdıran məqam nə idi? Onlar Turukqilərin tərkibində olaraq deyir ki, Şuşa vilayətini tutublar. Biz də burada Şuşadan yazmışıq axı, onu götürmüşdü və çaşqınlıq yaradıb da, onu da belə deyək. Niyə belə olduğunu soruşurdu. Yəni bu Turukkilər onlara düzdür tabe etsələr də birbaşa olaraq götürüb Kutilərə aid eləyə bilmərik ki, gəlib həmin vilayəti tutublar. Yəni tərkibində olmaq onunla eyni şeyləri edir mənasına tam gəlmir. Misal üçün, Sasanilər Bizans dövləti ilə döyüşür, feodal Albaniyası da Bizansa qarşı döyüşür demək nə qədər məntiqli ola bilər? Yəni o cəhətdən. Erkən dövlət yaratmaları 2-ci minillikdə yox, 3-cü minillikdədir, bu da getdi. Xırda vilayət hakimlərinin tabe edilməsi ilə erkən dövlət yaratmaları yenə olmaz. İki çay arasına hücum edərək ərazisinin çox hissəsini tabe etmələri, bu da həm Kutilərə aiddir, həm də ümumiyyətlə 3-cü minilliyə aid bir ifadədir. Mətndə verilən tarixi hadisədən sonraki dövrə ən çox uyğun gələn fikri müəyyən edin. Qədim Misir ordusunun uğursuzluğu asılı indiki Suriya ərazisindəki vasal dövlətlərin Misirə rüsum ödəməkdən boyun qaçırmasına səbəb olmuşdur. Bu halla 2-ci Ramzes heç tür barışmaq, yəni razılaşmayaraq hökmranlığının 7-8-ci ilində Suriya və Fələstin üzərinə yenidən yürüş edərək Tiros, Sidon, Beyrut, Biblos, Teller, Tunib və Dapuru fəth edir. Mutavallisin xələfi 3-cü Mursili bu yürüşə müqavimət göstərmir. İndi deyir ki, sonraki dövrə uyğun olsun. Yəni bu mətndən sonra olsun. Mutavalli 1000 ədəd döyüş arabasını Orentos üzərində Misirlərin üzərinə göndərir. Olmaz. Niyə olmaz? Çünki Mutavalli gedib zaten hakimiyyətdən. Bax, fikir verin, 3-cü Mursili var. Siz dala qayıda bilmərsiniz. Yəni bu əslində maraqlı testdir. Yəni maraqlı testlərdən də məntiqdir. Kadeş yürüşündən sonra 2-ci Ramzesin sonraki bütün yürüşləri uğursuzluqla başa çatmışdır. Burada bir dənə uğursuzluq yaşayır. Amma bu o demək deyil ki, sonrakılar da uğursuz olur. Bax, fikir verin, yenidən yürüş edir və bir çox yeri fəth edir. Ona görə olmaz. C-ni saxlayaq, düz cavabdır. Misir Paşahlıq dövrünün 17-ci Sülalə Fironu 2-ci Ramzes heç sarı Mutavalli ilə qarşı-qarşıya gəlmişdirlər. Yenə Mutavalli Mursilidən əvvəl olduğuna görə bu mətnin əvvəlində olan bir cümlədir. 2-ci Ramzes özü şəxsən irəlidə Amun adlı diviziyaya rəhbərlik etmişdir. Bu da yenə mətnin içinə, dövrünə aid bir xüsusiyyətdir ki, orada müharibə gedir. Fikir verin, ondan sonra 3-cü Mursili bu yürüşə müqavimət heç göstərmir deyir. Yəni burada artıq mübarizə yoxdur. Bu da yenə mətnin içindən ya da əvvəlindən olan bir xüsusiyyət idi. Mətndən sonra ən düzgün ifadə
Eradan əvvəl 1286-cı ildə Suriya ərazilərinin bölüşdürülməsi ilə nəticələnmiş sülh müqaviləsi imzalanır. Bu fəthlərdən sonra deyir ki, Mursili müqavimət göstərmir, onun da arxası ilə müqaviləsi imzalanır. Yəni hadisələr müharibəyə doğru yox, müqaviləyə doğru gedir. Y variantı ona görə olmaz. 24. Mediada Zərdüşt dininin kahinləri nəyi təbliğ edirdi? Bütün dinlərin vahid din altında birləşdirilməsini bu Mani təbliğ edirdi, Sasanilərə aiddir. Köhnə dinlərə və tanrılara qarşı mübarizə aparırdılar, ümumi bərabərlik yaradılmasını istəyirdilər, mübarizə yolu ilə bərabərlik yaradılmasının mümkün olduğunu. Bu da Məzdəkə aid ifadədir. 4-ü çıxırıq, 2 ilə 3-ü götürəcəyik. Sonra 25. Qədim Çində baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Əvvəlcə Çinə aid olanları saxlayaq. 2-ni ataq, Aşok orada deyil. 3-ü ataq. Sonra 5-i ataq. 7-ni ataq. Mövhum dövlətinin yaranması ataq. 2, 3, 5. Bunları variantlardan da çıxardaq. 2-ni çıxart. Sonra 5 çıxart. 7-ni də çıxart. Geriyə zaten düzgün cavab qaldı. İndi bunu sırayla da ifadə eləməli olsaq, hamısını deyək. Xan sülaləsi deməli eradan əvvəl 206-cı ildən gəlir. Bizim eranın hardasa 204-nə qədər qalacaqlar. Pinçe müqaviləsi eradan əvvəl 200. Sin sülaləsinin əsasının qoyulması eradan əvvəl 221. Sarsaqlar üsyanının başlaması eradan əvvəl deməli Sarsaqlar üsyanı bizim eranın 184-204-cü illəri. Sıraya da düzəndə 6 birinci gələcəkdi. 1 sonra, 4 sonra, 9 da ən sonda olacaqdı. Yəni sadəcə Çinə aid hadisələri seçsəydi zaten cavab çıxırdı. Ağırdır deyənə vaxtımız çox gedir. Mənə də nəfəsim çatmır izah eləməyə, amma davam eləyək. 26. Qədim Romanın eradan əvvəl 1-ci yüzilliyin 20-ci illər tarixi ilə Frank dövlətinin 8-ci yüzilliyin sonları tarixinə aid oxşar zərəti seçin. Deməli burada nə baş verib? Eradan əvvəl 27-də Roma imperiyaya çevrilibdir. Frank imperiyası da 800-cü ildə imperiyaya çevrilibdir. Ona görə də düzgün cavab D variantı olacaq. D variantını burada işarə edirik. Hunların hücumlarına məruz qalmaları bu dövr üçün, yəni heç birinə deyəsən heç uyğun deyil. Paytaxt şəhərini dəyişdirmələri yenə bu dövr üçün heç birinə uyğun gəlməz. 2 hissəyə parçalanmaları bu da yenə bu dövr üçün heç birinə uyğun gəlməz. Süquta uğramaları bu dövr üçün heç birinə doğru gəlməz. Roma ilə bağlı düzdür, orada şeyə çevrilir, imperiyaya çevrilir, amma süquta uğramaq deyil. Yəni dəyişiklik var, amma süqut deyil o. Yəni bu variantlar demək olar ki, uyğun gəlmir. 27. Frank dövlətinin feodal Albaniyası ilə oxşar, Sasanilər dövlətindən isə fərqli cəhətini müəyyən edin. Əməvilər sülaləsi ilə diplomatik əlaqələr saxlaması bu feodal Albaniyasına aid oxşar cəhətdə çıxırıq. Yəni oxşar cəhət yox, sırf həmin dövlətə aiddir. Ərəblərə qarşı mübarizə aparmaları. Bu hər üç dövlətdə var, çıxırıq. Ölkə ərazisinin vilayətlərə bölünməsi yenə Frankda da var, feodal Albaniyasında da var, Sasanilərdə də var. Xristian dininin dövlət dini olması isə feodal Albaniyası ilə Frank dövlətindən oxşar, Sasanilər dövlətindən də fərqli cəhətdədir. Bizans dövləti ilə müharibə aparılması bu feodal Albaniyası ilə oxşar cəhət kimi verilə bilməz. Yəni Sasanilər müharibə aparıb, ümumiyyətlə Frankın orada Bizansla mübarizəsindən yəni danışılmır. Davam edək. 28. 5-ci əsrin son rübündə, yəni 481-84-cü illər bu Məzdəkilər hərəkatının da başladığı zamanda eyni zamanda Sasanilərə qarşı üsyanların baş verdiyi ərazilər müəyyən ərazilərdən deyil. Deməli Məzdəkilər hərəkatını siz bilirsiniz ki, İran ərazisində idi. Yəni 400% üsyan olmuş ərazilərdən biridir. Yeni kitaba əsasən Gürcüstanda və Albaniya ərazisində, İberiya və Albaniyada Sasanilərə qarşı üsyan olmuşdu. Sonra 485-də müqavilə bağlamışdılar. Yəni bu əsasla da 1 ilə 5-də də üsyan olduğuna görə çıxmalıyıq. 2. Kiçik Asiya, 3 nömrədə Suriya ərazisində Sasanilərə qarşı üsyan olmaz. Zaten həmin ərazilər də Sasanilər imperiyasının tərkibinə daxil deyildilər deyənə zaten cavab B olacaqdı. Digərlər yanlışdır. 29. Bizansın xarici siyasəti ilə bağlı uyğunluğu müəyyən edin. Çox müəllim soruşmuşdu bu sualı. Xüsusən də ikinci tərəfini başa düşməmişlər, bu 11-ci əsr olan yerini. 6-cı əsrdə Avropa Hun dövləti ilə müharibə aparıbmı? 6-cı əsrdə heç Avropa Hun dövləti yoxdur. Bizdən uyğunluğu istəyir. A-ları çıxaq, bir dənə A var. Sasani dövləti ilə sülh müqaviləsi varmı? 532-də sülhləri var. B düzdür. İspaniyanın şimal-qərbində ərazilər ələ keçirilibmi? Deməli, İspaniyanın şimal-qərbində yox. Bu ifadə nə cür yazılmalıdır? Cənub-şərqində, yəni bizə tərəf, cənub-şərq yazılmalıdır.
Yəni bu İspaniyanın belə deyim də daha sadə dildə yuxarısına getməyib də. Bu aşağısından bir hissəni tutubdu. Ona görə C variantını çıxmalıyıq. B 1-ə B-ni götürəndə bu variantlar getdi. Davam edək. Xaçlı ordusu ilə müqavilə imzalanması. Deməli, bu səlib yürüşləri vaxtında belə bir şey var. Ki, o Səlcuqlara qarşı orada istifadə eləməyi özünün məqsədləri var idi də, yəni. Orada belə bir müqavilədən söhbət gedir. A-nı ona görə götürəcəyik. Ölkəni feodal Arab müharibələrinin bürməyinə bürüyübdür. 11-ci əsrdə bu var. Lakin bu daxili siyasətdir. Yəni testi yazanda şərti yaddan çıxartmaq olmaz. Xarici siyasət istəyir, daxili yox. Peçeneglərin yürüşü səbəbilə Roma papasına müraciət etməsi, bu da 1091. Çoxunun yadından çıxmışdı ki, belə bir hadisə var. Peçeneglər gələndə, bəli, eləyibdir. A və C. Yəni burada ən çox 2 dəfə bu sualdan mən hazırlamışam peçeneglərlə bağlı. İkisində də çaşıb müəllimlər. Yəni peçenegləri bilin. 1091-də gəlibdir. Xəzərlərlə də oxşar cəhətdir. 30. Səbəb nəticə əlaqələri doğru verilmişdir. 2-ci Bələncər döyüşünün baş verməsi, Xəzərlərin qalib gəlməsi. Qalib gəliblər 653-də. Elə bu da doğrudur. Hilat döyüşünün baş verməsi, Sasanilərin məğlub olması. Hilat döyüşündə, yəni 737-ci ildə Sasanilər yox idi, çünki 651-ci ildə Sasanilər süqut eləmişdi. 1-ci Bələncər döyüşünün baş verməsi 643, Xəzərlərin İslam dinini qəbul etməsi. Xəzərlər müharibə bitəndə, yəni 8-ci əsrin sonunda İslamı qəbul etməklə razılaşırlar. Ərəblərin 722-ci ildə şimala yürüş etməsi, Dərbəndin ərəblər tərəfindən tutulması. Dərbənd zaten ərəblərdə idi, bu yanlışdır. Burada Bələncər gedirlər tutmağa. Bələncər qeyd eləyək. Sonra Cavanşirin Bizansla ittifaq yaratması, xəlifənin Albaniyaya güzəşt etməsi. Bizansla yox, burada xəlifə Muaviyə ilə olmalı idi ki, güzəşt olsun. Xəritədə ştrixlənmiş ərazimiz Tovuz rayonunun ərazisidir. Tovuz rayonu ilə bağlı da daha çox neolit dövrünə aid xüsusiyyət olur da adətən. Bax, görürsünüz, maddi nümunələr əsasında öyrənilmişdir bu bölgə. O dövrə aid xüsusiyyətlər verilibdir. Ox və kamanın ixtirası mezolit olduğuna görə bu cəhətdən olmayacaq. Oturaq həyat amma neolit olduğuna görə bu həmin o Tovuza düz gələcək. Cavab B olacaq. Sonra ovçuluğun ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilməsi, ovçuluqdur, balıqçılıqdır, bu şeydə çevrilir də, neolitdə yaranır, neolitdə artıq arxa plana keçirlər. Səsli nitqin yaranması, deməli bu da üst paleolitdə orada öyrənilməyibdir. İlk dəfn adətlərinin meydana gəlməsi, deməli ilk dəfn adətlərdə bu qədim dövrdən artıq ilk dəfn adətləri meydana gəlmişdi. Paleolit dövründən, yəni bu da həmin orada öyrənilməyibdir. Xüsusən də deyir ki, maddi nümunələr. Maddi nümunələr dediyinə görə birbaşa, yəni artıq bizə işarəni verir dəqiqliyi ilə. Keçirik. Bu sualda yəqin ki, aydın oldu. 32. Səbəb nəticə əlaqəsi doğru verilmişdir. Katalan döyüşünün baş verməsi, Qərbi Roma imperiyasının süqut etməsi. Katalan döyüşü 451-də baş veribdir, amma Qərbi Roma imperiyası 476-da süqut eləyib və əlaqəsiz hadisələrdir. Verden müqaviləsinin imzalanması, Bizans imperiyasının parçalanması. Verden 843-də imzalanıb, parçalanan Frank imperiyası olubdur. Bizans imperiyası isə 1453-də süqut eləyibdir. Parçalanması da yəni müxtəlif dövrləri əhatə eləyibdir. Bizans imperiyasının parçalanması biraz ümumiyyətlə uzun çəkibdir. Mən süqutunu yazdım. Sonra Kürşad başçılığı ilə üsyanın baş verməsi, 2-ci Göytürk dövlətinin yaranması. 639-da o adam üsyan eləyibdir, ondan sonra yaranmayıbdır, çünki o məğlub olur. 682-də İltəris təzədən üsyan eləyəndə 2-ci Göytürk dövlətini yarada bilir. Xəlifə əlinin vergiləri azaltması, əyanların narazılığının güclənməsi düzdür. Bu ümumi tarixdə yazılıbdır. Çox müəllim bunun harda yazıldığını soruşmuşdu, çünki Azərbaycan tarixində görə bilməmişlər, ümumi tarixdə yazılıb. Dəndənəçan döyüşünün baş verməsi, Qəznəlilər dövlətinin süqut etməsi səhvdir. Dəndənəçan 1040-dır, süqut 1187 Gürlü tayfası ilə əlaqədardır. Ona görə olmaz. 33. Qədim Şumerlərə aid olanları seçin. Burada da yenə bəndlə bağlı məsələ adamları çox çaşdırmışdır ki, Şumerlərdə bənd nə bilim harda yazılıbdır, nə bilim nə. Təzə dərslikdə var. Yəni testdə etiraz etmək əvəzinə çalışın dərsliyi də yaxşı oxuyasınız ki, testdən həqiqətən səhv çıxardım, mənə deyin ki, səhvdir, mən onu düzəldim. Yəni mən gördüyüm qədərilə testdən səhv tuta bilən müəllimlərin sayı olduqca azdır. Həmin səhvi də kimlər tuta bilir? Ən yüksək öyrənməyə malik olanlar. Qədim Şumerlərə aid olanları seçin. Xurma çəyirdəklərindən köz kimi istifadə edirdilərmi? Edirdilər. Çay daşqınlarının qarşısını almaq üçün bənd tikirdilərmi? Tikirdilər. Misirlərlə oxşar cəhətdir. İdarə etməsi teokratiyaya əsaslanırdı, əsaslanırdı. Yenə Misirlə oxşar cəhətdir. Quraqlıq və işğalçı yürüşlər səbəbindən şəhər dövlətlərinin süqut etməsi. Bunlarda deyil. Bu Akkad dövlətində süqut səbəbidir. Bu ümumiyyətlə Şumerlərin zəifləmə səbəbi bir-biri ilə mübarizə aparmasıdır. Memarlıqda çiy kərpicdən istifadə edilməmişdir, edilibdir. Edilib. Bu da yenə deyəsən Misirdə çiy kərpic məsələsi, bu Misirdə piramidaların tikilməsi ilə bağlı, orada yenə bu məsələ də var idi. Hər ikisinin oxşar cəhəti idi.
Deməli cavab olacaq 1, 2, 3 bu sualda. Yəni çalışın diqqətli öyrənin. Şuşa vilayəti haqqında doğru olmayan fikri seçin. Həmin dövrdə, yəni bu Turukkilərlə bağlı əhvalatlar baş verəndə eradan əvvəl 2-ci minillikdə Akkad dövləti olmadığına görə cavab bu idi. Yəni bunu rahat buradan seçmək olurdu. Əslində çox çətin sual deyil. Qədim Azərbaycana qonşu əraziləri əhatə edirdi, bəli. İnzibati və hərbi mərkəzi idi, bəli. Bu yeni kitaba gəlibdi bu ifadələr. Turukkilər bu ərazi üçün həm sülh, həm də müharibə yollarına başvurubmu? Bəli. Şuşadan yerli əhalisi Turukkilərə meyilli idimi? Bəli. 35-ci sual. Doğru yanlış sxeminə əsasən uyğunsuz olanları seçin deyir. Ən çox müəllimlərin vaxt apardığı suallardan biri idi. Deməli, doğrunun altında yanlışı götürəcəyik, yanlışın altında doğrunu axtaracağıq. İndi izah edəcəm. Mediada qalibiyyətli müharibələr nəticəsində ölkəyə qul axınlarının olması qədim Çin tarixi ilə oxşardı. Bəli, hər ikisində var. Oxşardı və düzgündür. Bu doğru olduğuna və burada uyğun gəldiyinə görə bunu götürə bilmirik biz. Çünki səhvi axtarırıq. Yəni bu olmaz. Həm doğrudur, həm də uyğundur da bu şeyə. Bizə uyğunsuz lazımdır. Bunu çıx qoyuruq, A-nı işlətməyəcəyik. A-nı variantdan da atırıq. Qədim Misirdə müharibələr zamanı ölkəyə qulların gətirilməsi Sparta tarixi ilə oxşar deyildir. Bax, burada problem var. Çünki bu yanlış yazılmış bir ifadədir və ifadənin özü deməli, qoy birinci mənasını deyim, həm Misirdə, həm də Spartada müharibə yolları ilə qullar gətirilirdi. Yəni burada oxşardır yazılsaydı doğru olacaqdı, bu sxemin altında qalacaqdı. Oxşar deyildir yazdığına və yanlış olduğuna görə B cavabı götürüləcək. Qədim Yunanlılar tarixdə bilinən ilk əlifbanı yaratmışdı. Bu Finikiyalılar vaxtı ilə yaradıbdı. İndi deyəcəksiniz ki, mən siz deməmişdən mən deyim, Finikiya mövzusu çıxıbdı və bunu saymamalıyıq. Xeyr, Finikiya mövzusu çıxsa da Yunanlıların tarixdəki ilk əlifbanı yaratdığı deyə bir ifadə də yoxdur. Ona görə C variantı da yanlışdır. B, C bu tərəfdə götürüləcək. Bu cavabı da çıxırıq. Sonra bu tərəfdə yanlışın altına baxırıq. Qədim Babildə borcunu ödəyə bilməyənlərin qula çevrilməsi qədim Yunanistan tarixi ilə oxşardır. Fikir doğrudur, amma bunun yazıldığı yer doğru deyil. Bax, bu yanlışın altında olduğuna görə, baxmayaraq ki, özü doğru fikirdir, sxemdəki yeri yanlışdır. Ona görə götürüləcək. Çində və Albaniyada feodal münasibətləri 3-cü əsrdən yaramağa başladı. Yenə fikrin özü doğrudur, amma sxemdəki yeri doğru deyil. Ona görə bu da götürüləcək. 11-12-ci əsrlərdə Hindistanda 4 əsas kasta yaranmışdı. Bu da yanlışdır, götürməyəcəyik. Eradan əvvəl 12-11 şəklində yazılmalı idi ki, doğru olsun bu ifadə. Yəni qısa konkret bu sxemin tərsini götürürsünüz də. B, C, A, B də bu tərəfdə. Əgər uyğun desəydi, onda bu tərəfə A-nı götürərdiniz, bu tərəfə də gələrdiniz, C-ni götürərdiniz. Yəni ən çox vaxt aparan sual buydu. 36. Suriya padşahlığının məğlub edilməsi və onun əlindəki kiçik Asiya torpaqlarının əlindən alınması Romanın gələcəkdə hansı ərazini ilk olaraq işğal etməsinə yol açdı? Bu da yenə kitab cümlələrindən biridir. Lap belə məntiq də eləyir. Deyir Suriya padşahlığının məğlub edilməsi. Tez fikirləşirsiniz ki, Suriya padşahlığı nə vaxt məğlub edibdi? Eradan əvvəl 190 Maqneziyada məğlub edib də, düzdür? Sonra da burada yazır ki, bu məğlubiyyətdən sonra Kiçik Asiyada torpaq əlindən aldı. Deyir bu hansı ərazinin fəthini daha da asanlaşdırdı. Kiçik Asiyada, yəni bu hissədə onun əlindən torpaq alırsa, bax bu hissələrdə, bu növbəti olaraq hara yol açar? 146-cı ildə orada Makedoniya və Yunanistan var idi. Əvvəlki illərdə yəni dəqiqliklə verilirdi. Bax, bu hissənin fəthini daha da rahatlaşdırar. Suriya padşahlığına məğlub eləyir. Kiçik Asiyada onun əlindən torpaq alır. Daha sonra isə bir nömrəni zaman ardıcıllığı ilə fikir verin tamamilə fəth edir. Kitabda varmı? Bəli, kitabda da bu cümlələr hamısı keçir. Sadəcə mən başqa formatda da dedim ki, məntiqlə baxanda 146-dan sonra haranı tutubdu? O 190-dan sonra haranı tutub 146-nı? Ona görə yalnız bir, digərləri yanlışdır. 37. Eyni əsrdə baş vermişdir. Yunanlıların koloniya salması, Roma şəhərinin salması, yəni 8-ci əsrdə var koloniyaların salınması. Eradan əvvəl 753-də də bunlar şəhər salıbdı, bu oxşardır. Pun müharibələrin başa çatması deməli eradan əvvəl 146-dır. Qulların öldürülməsinin qadağan edilməsi 2-ci əsrdir. Bunun biri eradan əvvəldir, biri bizim erad deyənə bu olmaz. Salamin dəniz döyüşünün baş verməsi eradan əvvəl 480-dir. Roman Respublika quruluşunun yaranması eradan əvvəl 509-dur. Biri 5-ci əsrə düşdü, biri 6-cı əsrə olmaz. Romada aqrar islahatın keçirilməsi eradan əvvəl 133-123-dür. Pun müharibəsinin başlanması 264 eradan əvvəl fərqlidir. Yəni biri 3-cü əsrə düşdü, biri 2-ci əsrə. Qavqamela döyüşünün baş verməsi eradan əvvəl 331, plebeylərin vətəndaş hüququ alması
Qavqamela döyüşü 4-cü əsrdə düşür 331-ci ildə, plebeylərin vətəndaş hüququ alması isə 3-cü deməli əsrə düşür. Ona görə yenə biri 4, biri 3 yəni olmaz. Sonra gəlir bu məşhur sual, da bu sualı soruşmayan adam qalmadı. Dimin toplusunda səhifə 154-155-də bu modeli görə bilərsiniz müxtəlif formatlarda. Yəni qeyri-standart test deyil. Dimin özü də rəsmi olaraq gətirib. Zaten dim gətirməsəydi mən dimdən qabaq o toplu çıxmamışdan mən bu testi gətirmişdim. Coğrafiya fənnindən baxıb kopyalamışdım. Deməli dövlətlər verilir. Aşağıda variantda əslində hər şey hazır vəziyyətdə verilir. Siz sadəcə bu kvadratlarda hansı dövlətin olduğunu tapmalısınız. Getdik. Bunu tapmaq üçün də birinci buna baxırıq. Roma sərkərdəsi Pompey ilə sülh müqaviləsi imzalamışdı. Pompey ilə kim imzalayar bunların içində sülh müqaviləsi? Təbii ki, Albaniya imzalayar. Qabağına yazırıq Albaniya. Bunları hamısını bir-bir belə yazacağıq. Roma sərkərdəsi Antoni Fraspa şəhəri ətrafında məğlub edilmişdi. Atropatena. Sonra Parfiya dövlətinin müttəfiqi kimi Romaya qarşı döyüşlərdə iştirak etmişdir. Parfiyanın müttəfiqi kimi olan yenə Atropatenadır, yazırıq. Sonra Əhəməni dövləti ilə eyni dövrdə mövcud olmamışdır. Bu burada dövlətin biri çıxır. Əhəməni dövləti məntiqlə özü ilə eyni dövrdə mövcud olacaqdı. Bu getdi. Bunların amma heç biri mövcud olmayıbdı. Sonra yəni artıq burada bir dənəsini atdım, 4-ünü saxladım. Midiyada baş vermiş üsyana kömək etmişdi. Bu da Manna. Manna dövləti. Lap D bəndini Midiyaya aid eləmək olardı. Midiyanı ona görə çıxartmamışam ha. Əslində 2 dövlət ata bilməliydik biz, ata bilmədik. Birini atdıq, hələki 4-ü qalıb əlimizdə. İndi amma burada nəyə diqqət etməliyik? Baxın, B ilə C 2 dənə yerdədir, düzdürmü? 2 dənə yerdə olduğuna görə biz də baxırıq, 2 dövlətin olduğu hansı var? Atropatena var, düzdür? Deməli, bizim 3 nömrəmiz Atropatena dövlətidir. Atropatena dövlətinin nömrəsi də burada 2-dir. 3-ün qarşısına yazılmalıdır 2. Sonra Midiyada baş vermiş üsyana kömək etmişdir. Bu Manna dövlətidir. Əvvəlcə sizə ortaq cəhəti deyim. D variantında hər üçünün oxşar cəhəti olmalıdır. D variantı nə deyir? Əhəməni dövləti ilə eyni dövrdə mövcud olmamışdır. Yəni bunların hər birinin ortaq cəhətidir. D sadəcə bizə yol göstərəndir. Midiyada baş vermiş üsyana kömək edən Manna olduğuna görə, Mannanın da nömrəsi 1 olduğuna görə burada 1-ə 1 gəlməlidir. Ondan sonra kim qaldı? Roma sərkərdəsi Pompey ilə sülh müqaviləsi imzalamışdı. Bu da Albaniya olduğuna görə, Albaniyanın da nömrəsi 5 olduğuna görə 2-yə də 5 olmalı. Gördüyünüz kimi Midiyaya məxsus xarakterik xüsusiyyət yox idi. Yəni sadəcə bir dənə D olaraq uyğun idi, ortaq olaraq sırf şəxsi olaraq ona aid olan bir variant olmadı. Ona görə də cavab 1-ə 1, 3-ə 2, 2-yə də 5 olmalıdır. Yəni çox maraqlı sual tiplərindən biridir. Əslində hazır sxem sizə verilir. Siz sadəcə buradakı dövlətləri bura tapıb qoymaq lazım ki, hansı olar. 39. Xəzər xaqanlığı 659-65 və Bizans imperiyasının 395-1453 oxşar olmayan cəhətlərini seçin. Burada Xəzər xaqanlığının qabağına ilini yazmağım təsadüf deyil. Çünki bilirəm ki, testi yazanda yəni çaşdıracaqdılar. Deyəcəkdilər ki, Xəzər xaqanlığının əvvəl ili var idi, nə bilim indi çıxıbdı, ortası yazılır zat. Ona görə ilini yazdım ki, testin nə istədiyini başa düşəsiniz, yəni konkret olsun. Türk xalqı olan Peçeniklərin hücumuna məruz qalıblarmı? Qalıblar. Xəzərlər süquta yaxın Bizans imperiyası da 1091-ci ildə məruz qalıbdı. Bizdən də oxşar olmayan istəyir. Ona görə 1 çıxacaqdı. C getdi. Alban arşakləri ilə diplomatik münasibətlər qurulubmu? Xəzər xaqanlığı da o cümlədən Bizans imperiyası da qurub, amma Mehranilərdən qurubdur. Bax, bu oxşar olmayan xüsusiyyətdir. Bulqar türk dövlətinin zəifləməsindən istifadə edərək ərazilərini genişləndiriblərmi? Hər ikisi genişləndirib. 10-cu əsrdə bu zəifləyibdi Bulqar dövləti. Bunlar da fürsətdən istifadə edib Xəzər xaqanlığı onun ərazisini tutur, Bizansda itirdiyi torpaqları qaytarır. Rəşidi xəlifələrə qarşı mübarizə aparmaları, Rəşidi xəlifələr 632-dən 661-ə qədər deməli mövcud olurlar. Bizdən nə istəyir? Oxşar olmayanları. Deməli, Rəşidi xəlifələrlə burada Xəzər xaqanlığı arasında misal üçün Bələncər döyüşü var, 653. Bizansın saymağa ehtiyac yoxdur. Bizans zaten ərəblərin ən böyük hədəflərindən biri idi. Yəni mübarizə var. Və sırf Rəşidi xəlifələrə görə ilini yazmışdım ki, orada çaşqınlıq olmasın. Ölkə ərazisində türk əsilli Slavyan tayfaları, türk deyil Slavyanlar, biri budur. Böyük imperiya məskunlaşmağına, amma hər ikisinin arasında Slavyan var. Böyük imperiyaların parçalanması nəticəsində bu göytürklərin parçalanmasından yaranıbdır. Bu da Roma imperiyasının parçalanmasından yaranıbdır. Ona görə bu da oxşar cəhətdir. Düzgün cavab 2-5 çox maraqlı suallardan biri idi. 40.
Daha əvvəl baş vermişdi. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705. Azərbaycanın cənubunun ərəb qoşunları tərəfindən işğalı, tam işğalını yazaq indi bura, yoxsa yox, baxaq. 639-da Qəzvin şəhərindən girirlər. 643-də hardasa şeyə çatmışdılar da hocam. Artıq Ərdəbil fəth olunmuşdu, şimala da getmişdilər. 639 olaraq yazıram. İlk şəhər Qəzvindir çünki. Cavanşirin Ktesifon döyüşündə iştirak etməsi, Ktesifon 637. Cavanşirin Bizans imperatoru ilə ittifaq bağlaması 654-də, Abbasilərin hakimiyyətə gəlməsi 750-də. Ən əvvəl baş verən Ktesifondur. 70. Deməli 41-ci sualda deyilir ki, verilənlərin aid olduğu dövrdə eradan əvvəl 6-4-cü minliyi əhatə edən dövrün oxşar cəhəti. İnsanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular. Torpağı sümü ilə, sivri daşla və ağacla yumşaldıb toxumları yerə bastırırdılar. Toxumları yerə bastırırdılar sözü və insanların da əsasən ovçuluq, balıqçılıq, yığıcılıq kimi sahələrlə məşğul olması bu bizə mezolitə işarə verir. Deməli şeyə işarə vermir. Heç bir halda neolitə burada işarə verilmir. Çünki bu formada yerə bastırma mezolitin əlamətidir. Neolit olsaydı burada toxadan danışardı və sahələri yazıbdı. Əgər neolit olsaydı əkinçilik, maldarlıqdan bir sahə yazardı ki, onlar da artıq var. Deməli mezolitə işarə veribdir. İnsanlar ibtidai heyvandarlıqla məşğul olurdumu? Bu dövrdə olur, amma bizdən oxşarlığı istəyir deyənə bu götürməyəcək biri. İnsanların qan qohumluğu əsaslanan kollektivdə yaşaması, bəli, mezolit, neolit, eneolit, paleolitin də son mərhələsində var idi bu qohumluq, yəni iki oxşardır. Heyvanların əhəlləşdirilməsi də o cümlədən mezolitdən etibarən erkən tunca qədər daxil olmaqla var idi. Əvvəllər eneolitə qədər idi. İndi erkən tuncda da ümumiyyətlə heyvanların əhəlləşdirilməsinə bağlı cümlə var. Saxsı qabların hazırlanması bu neolitdən başlayıbdı. Həmin o fikir də bayaq da dediyim kimi neolitə aid deyil, mezolitə aiddir deyənə iki dövrün oxşarlığı kimi verilə bilməz. Deməli burada cavab 2 və 3 olmalıdır. Miqə oxşatmışıq bu sualı. 42. Uyğunsuzluğu müəyyən edin. Attila 2-ci Balkan səfərinə səbəb olmuşdur. Bizansın illik xəracı gecikdirilməsi 447-də düzdür. Xosrov Ənişovanın vergi islahatına əsasən kahinlər can vergisindən azad edilmişdir, düzdür. Məzdəkilər hərəkatından hakimiyyətini möhkəmləndirmək üçün istifadə etmişdir, 1-ci Qubat, düzdür. Hindistanda İslam-Türk amili möhkəmlənmişdir. Axunların yürüyüşü nəticəsində Axunlar İslamı görməyiblər. Hələ İslam dini yaranmamışdır, deyə ona görə səhvdir. Azərbaycanda mədəniyyətin tərəqqisi başladı, müstəqil dövlətlərin yaranması ilə. Bəli, 9-12-ci əsrlər mədəniyyətin tərəqqi dövrüdür. 11-12 ilə intibah deyirlər. 43. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. İşğalçı müharibələrin aparılması təbii ki, oxşar cəhət. Bunları çıxaq. Dövlətin şimal sərhədlərinin ilk dəfə Fərat çayına kimi çatması 1-ci Tutmosa aid olsun. Het dövləti ilə müharibə aparması Ramzesdə olsun. Tarixdə ilk yazılı sülh müqaviləsi də Ramzesdə olsun. CD-ni qoyanda artıq cavab çıxdı. Ölkənin cənubundakı Nubiya ərazisi də 1-ci Tutmosda olsun. Euler Venn diaqramında uyğunluğu müəyyən edin. Canişinlik sistemini yaradan İranzudur. Assuriya dövlətinin yürüyüşünə məruz qalan Hərüçüdür. Urartu meyilli siyasət yeridən hökmdar Ulusunudur. C-ni gətirək yazaq bura. İskitlərlə müttəfiqlik münasibətləri Ahşeridədir. Manna dövlətini yaradan heç biridir. 1-ə A olmalıdır, 2-yə D olmalıdır, 3-ə C, 4-ə də B olmalıdır. 45. Çində vuruşan padşahlıqlar dövrünə aid xəritə sxemi müvafiq olaraq uyğunlaşdırın. Bu Rus bölməsi müəllimlərinin ən çox etiraz elədiyi, müzakirəyə çıxartmışlar bu sualı ki, niyə belə tipli sual var, miqdə sertifikasiyada falan bizə düşəcək, nə bilim nə. Yəni, öyrənmək əvəzinə etiraz eləməyi seçdilər. Neynəmək olar ki? Çox təəssüf eləmək olar sadəcə. Sualı dəyərləndirmək, kitabda olan xəritəni daha dərindən öyrənmək əvəzinə, yəni bu xəritənin niyə olduğunu sorğulayırlar. Burada ən məşhurları biz tanıyaq, o birilərinin cavabı çıxacaq. Bu balaca ən məşhurlardandır, Xandır. O birilərini heç mən də tam əzbər bilmirəm. Yəni əsasları saxlamışam ki, cavablar çıxsın. Bu da Sin. Bu ikisini zaten biləndə bu testin cavabı həll olunur. Burada qeyri-adi durub bütün hamısını bilməyə ehtiyac yoxdur. Yəni bir neçə dənəsini biləndə cavabı çıxartmaq olacaqdı. Xanla Sin də ən məşhurlardır. Zaten bunları bilsəz bəs eləyir. İndi baxaq, Xan hardadır? 4 Y vermişik. Aha. 4-ə Y, Sin. Bu Y variantı gələcək. 5-ə də D, Xan. Görürsünüz, heç başqa variantda da yoxdur. Digərlərində deyək. 1-də Çijao.
Cızao. Sonra bir də B-ni yazdım. 2 yan 3 böyük olan yaşıl çu. Hepsi. Yəni burada hamısını əzbərləməyə ehtiyac yox idi. Təbii ki, imtahan qabağı təkrar eləyəndə hamısını əzbərləyin, amma ən azından əsasları bilmək lazımdır. Heç olmasa sindi, xandı, yaxud heç olmasa fərqləndirici olaraq ən böyüyü bilin ərazisini, çudur. Bir neçəsini bilmək lazımdır. Hamısını bilmək lazım olmasa da testləri yazmaq üçün. Qədim Roma tarixinə aid düzgün sıraları seçin. Padşahlıq, respublika, imperiya. Deməli, düzgün sıra deyirsə, elə gedək, hamısını birbaşa deyək. Sərkərdə ali kahin hakim səlahiyyətlərini öz əllərində cəmləşdirən hökmdarlar hakimiyyətdə idilər. Bu düzgün fikir olar. Plebeylərin borc əsarəti ləğv edildi. Belə şeydən ümumiyyətlə burada söhbət getmir. Borc məsələsi daha çox Yunanıstan tarixi üçün xarakterlikdir. Patrislərin Ağsaqqallar Şurasının senat adlanmağa başlanması. Bu var. Səhv deyil yəni bu. Azad əhalinin patrislər və plebeylərə bölünməsi, bu da var. Qraks qardaşlarının torpaq islahatı keçirilməsi, bu padşahlıqda deyil. Bu respublikadadır. Bu sıralar artıq yanlışdır. Respublika dövründə Makedoniya və Yunanistanı tutubmu? Eradan əvvəl 146-da tutub. Misiri tabe edibmi? Eradan əvvəl 30-da edib. Bu sıra düzdür. Eradan əvvəl 30-da imperiya deyil axı. Eradan əvvəl 27-dən imperiyadır. Səhv yazdım mən də. Demosların hüququnu senatda xalq tribunu müdafiə edirdi. Demosların yox, bu sıra səhvdir yenə. Əvvəl 27-395-ci illərdə mövcud olur. Konkret olaraq imperiya olaraq yox. Hunlarla mübarizə düşməz. Hunların artıq gəlməyi var idi, o xalqlar sıxışırdı ora. Amma konkret Hunlarla mübarizə artıq parçalanmadan sonradır. Yəni bu da yanlışdır, imperiya dövrünə düşməz. Spartak üsyanının baş verməsi 74-71-dir, respublika dövrünə düşür. Qulların öldürülməsinin qadağan edilməsi 2-ci əsrdə imperiyaya düşür. İşğalçı müharibələrin aparılması var. Paytaxtın Romadan köçürülməsi 330 Vizantiya var. 3 və 4 düzgün sıralardır. Plebeylərin xalq tribunu seçmək hüququ qazanmaları bəli var. 5-ci əsrdən etibarən. 2 yerə parçalanması imperiya dövründə 2 yerə parçalanmada var. 395-ci ildə 2 yerə parçalanır. Lakin burada ümumi uyğunsuzluq olduğuna görə bəzi variantlarda sadəcə 3 və 4-cü sıralar düzgün olur. 47. Hökmdar Urnalardan fərqli olaraq 2-ci Şapur, 3-cü Mehmed Vaçaqan, 2-ci Vaçe Amid döyüşündən öncə əsas məqsədi Suriyanın ələ keçirilməsi idi. Bu sırf 2-ci Şapura aid bir xüsusiyyətdir, ona görə bunu götürəcəyik. Dizrab döyüşündə məğlub olan hər ikisidir. 4-cü əsrin 70-ci illərində hakimiyyətdə olanda hər ikisidir. Ona görə 1-ə A olacaq. Digər variantları çıxırıq. Kilsələrə torpaq paylamışdı. Bu Mömin Vaçaqanda yoxdur. Elə Urnaların özünə aid bir xüsusiyyətdir. Döyüşlərdə Sasani dövləti müttəfiq olmuşdu. Bunun dövründə döyüş yoxdur. Yeni kilsələr inşa edilibmi? Edilib. Vaçedə deyir ki, ölkədə tez-tez üsyanlar baş verirdi. Elə bu ona aiddir. Əhaliyə qarşı cəza tədbirləri həyata keçirildi. Bu eləməyibdir. 2-ci Vaçedən sonra cəza tədbirləri eləyirlər. Alban Arşakilər sülaləsinə mənsub idi. Bu da Urnalardan fərqli cəhəti deyil. Urnalardan oxşar cəhətdir. Ona görə 3-ə də A olmalıdır. Düzgün cavab D. 48. Zərdüşt dinindən hal-hazırda sitayiş olunan əraziləri seçin deyir. Hindistan, İran, 1 nömrə İrandır, 5 nömrə Hindistandır. Bu ərazilərdə hələ də sitayiş olunur. 2 nömrə bu hansıdır? Əfqanistan ərazisidir. 4 Çindir. Bu 6 Vyetnamdır. 3 Monqolistandır. Yəni bu ərazilərdə sitayiş olunmur. 1 və 5 düzgün cavabdır. Soram 49 Venn diaqramına əsasən oxşar cəhətləri müəyyən edin. Yenə MIQ tipli testlərdən biri idi. Vergilər məhsula görə deyil, əkin sahəsinə görə alınırdı. Bu Ərəb dövlətində Abbasilər, bir də Sasanilər dövründə oxşar xüsusiyyətdir. A burada olacaq. 6-cı əsrdə hökmdar tərəfindən ölkədə inzibati islahat keçirilmişdi. Sasanilərdə Xosrov keçirdi, Franklarda da Xlodvik keçirdiyinə görə B-ni bura qoyacağıq. Lakin bu digərlərinə uyğun gəlmir. Yəni burada ortaya qoyduğumuz cavab başqasına uyğun gəlməməlidir. Əsas şərtlərdən biri odur. Misal üçün Albaniyada inzibati islahat yoxdur. Ərəblərdə inzibati islahat yoxdur. Xristianlıq deməli dövlətinin rəsmi dövlət dini olması. Bu Frankdan feodal Albaniyasına aid oxşar cəhətdir. Bunu da bura qoyacağıq. Digərlərinə yenə oxşar gəlməz. Əməvilər sülaləsi ilə diplomatik əlaqələr yaratmışdı. Feodal Albaniyası yaradıbdı, amma Franklar Əməvlərlə yox, Abbasilərlə yaratmışdı. Ona görə D variantı istifadə olunmayacaq. Artıq cavab çıxdı.
son Sasani sikkələrindən istifadə edilməsi bu da çox adamı çaşdırmışdı. Ərəblər orada pul islahatı keçirdəndə deyir ki, Bizans və Sasani sikkələri sıradan çıxarılır, qərb pullara qarşı mübarizə aparılır və pul sistemi qaydaya salınır pul islahatı nəticəsində. Bax bunu da orada yazmışdı ki, bunlardan istifadə ediblər. Yəni bunların ortaq cəhətidir. İndi deyirsiniz ki, feodal Albaniyası istifadə eləməyibdi, eləyibdi. Amma bura yalnız oxşar yaza bilirsiniz. Yəni frankla da oxşar olmalıdır. Gəlib bura yaza bilmərsiniz onu. Yəni A ilə Y yan-yana olmalıdır burada. Yəni maraqlı sual. Bu da hamının səhv eləyib ən çox səhv olduğunu iddia elədiyi sual idi ki, Kordova əmirliyinin nə vaxt yarandığını çox təəssüf ki, bir çox müəllim bilə bilməmişdi. Yəni qəliz suallardan biri idi. 711-dən sonra əmirlik yaranıbdı. 756-da həmin əmirlik xilafətə çevrilibdi. Yəni hamı 756 yazır və deyir cavab səhvdir. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi 661-dən, Əbu Müslim üsyanı 750-dir. Kordovanı yazdıq. Burada 2 ilə 3-ü yerdə aşacaq, ardıcıllıq düz olacaq. Samanilər dövləti 999-da süqut edib, Qəznəvilər də 1187-də. Yəni Kordova əmirliyi, ərəblər getdiyi yerə həmişə fikir verin, əmirlik yaradırlar. Əvvəl əmirlik yaradır. Burada da həmin o Kordova əmirliyi ərəblər oranı tutandan sonra idarə etmək üçün yaratdıqları bir şeydir, canişinlik kimi. Sonra o əmirlik ayrılacaq, dövlətə çevriləcək, o 756-da. O ayrı məsələdir. Bu da belə. Kurikulum suallarımız da ki, yəni burada göstərmirəm, amma sınaqda yəni gördünüz, bayağı səviyyəli, situativ tipli suallar idi. Kanala abunə olub videonu bəyənməyi unutmayın.